Salam Rəqsanə, eşitək səni. Salam, hər vaxtınız xeyir olsun. Beləliklə sizin də vurğuladığınız kimi artıq bundan sonra vətəndaşlar məlumatlarını hansı özəl qurumların sorğuladığı ilə bağlı bildiriş əldə edə biləcəklər və təbii ki, bu yenilik də MyGov platforması üzərinə tətbiq olunan yeni funksiyonallıqla əlaqəlidir. Daha təfərrüatlı informasiyalı isə elə hazırda qonağım İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşı Ləman Səmədovadan alacaq. Xoş gördük Ləman xanım. Buyurun təfərrüatları sizdən eşidək. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq biz MyGov platforması vasitəsilə vətəndaşların həyatlarını rahatlaşdırmağa çalışırıq. Belə ki, bu yeni funksiyonallıq sayəsində vətəndaşlar onları sorğulayan şirkətlərlə bağlı real vaxt rejimində bildirişlər əldə edirlər. Bu bildirişlərin məqsədi vətəndaşla dövlət arasında şəffaflığın təmin edilməsindən ibarətdir. Belə ki, hər hansısa bir şirkətin sorğulaması ilə bağlı bildiriş əldə edən vətəndaş həmin bildirişin üzərinə klikləyərək orada tarixçəyə keçid et düyməsindən istifadə edərək hansı şirkətin vətəndaşın hansı fərdi məlumatını sorğuladığına dair məlumat əldə edə bilər. Həmçinin icazələrin idarə edilməsi bölməsində vətəndaşlara təqdim olunmuş tarixçə hissəsindən də hətta bildiriş əldə etmədən vətəndaşlar rahatlıqla onu sorğulayan şirkətlərin tarixçəsini izləyə və idarə edə bilər. İstədiyi zaman sorğulamanı dayandıra yaxud da müddətli şəkildə sorğulamaya icazəni aça bilər. Təşəkkür edirəm. Çox sağ olun informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün bir daha xatırladım ki, artıq vətəndaşlar MyGov platforması üzərindən məlumatlarını hansı qurumların sorğuladığı ilə bağlı informasiya əldə edə biləcəklər, yəni bildiriş əldə edə biləcəklər və bunun üçün MyGov platforması da eyni zamanda saytına daxil olaraq buradan məlumatları mütəmadi olaraq izləmək mümkün olacaq. Çatdıra biləcəyimiz informasiyalarsa bu qədərdir. Sözü yenidə sizə ötürürəm. Təşəkkürlər Rəqsanə. Xatırladım ki, bizimlə bağlantıda xüsusi müxbirimiz Rəqsanə İbrahimzadə idi.